Salam dostlar, kanalıma xoş gəldiniz. Abunə olsanız çox sevinirim. Çünki istəyirəm ki, tez vaxtda 600 abunə olum. Bugün danışmaq istədiyim məsələ yəni ki, həyatda niyə uğursuzluq məsələsidir. Özünüzü uğursuz hiss edirsiniz. Dayanmadan bir şeylərə çalışırsınız, amma nəticə əldə eləmirsiniz. Səbəbi bəlkə də budur. Siz başqasının olmaq istədiyi kimi, yəni ki, başqasına özənərək bir şey əldə eləməyə çalışırsınız. Misal üçün deyirəm, sizin potensialınız var ki, siz yaxşı kitab oxuyasınız, kitab oxuyaraq pul qazana bilərsiniz. Amma görürsünüz ki, filan kəs kitab yazır, siz nə edirsiniz? Kitab yazaraq pul qazanmağa çalışırsınız. Bu zamanda uğursuz olursunuz. Yəni, sevmədiyiniz bir şey eləməyə çalışırsınız. Əslində, bəzən bacarıq da yetmir. Bir insan çox yaxşı paltar öyrə bilər, amma o bunu sevmir. O kombinləməyi sevir və bunu bacarır. Yəni, bir şeyi həm bacarmaq, həm də sevmək lazımdır ki, uğurlu olaq. Digər bir məsələ isə ondan ibarətdir ki, ola bilər ki, sən bilirsən ki, kitab yazmağı bacarırsan və sevirsən, amma ki, səni məcbur eləyirlər ki, sən kitab oxuyasan, yenə də uğursuz olacaqsan. Elə yerdə riskə getmək lazımdır və dayanmaq lazımdır və inadına istədiyiniz şeyin ətrafında dönmək lazımdır. O enerji məsələsi deyirlər, nəsə bir şey inanırsansa, o gəlir səni topur. Çünki mən bunu sınamışam. Mən satıcı olmaq istəmirdim, satış sahəsində olmaq istəmirdim, amma dayanmadan bunun əksini fikirləşmək belə məni o sferaya salırdı, bunu görürdüm. Əgər başdan başqa bir sferada, ona görə deyirlər, ilk başladığın işdə davam eləyirsən. Çünki artıq onun içindəsən və çıxmağa çalışdıqca da axı burada olmusan, bir növ sənin beynin rahatlığı burada tapıb bilir ki, sən buradasan. Ona görə də buna davam elətdirir səni. Tövsiyəm ondan ibarət olar ki, tələbələrə ən çox demək istəyirəm, nə olmaq istədiyinizi indi bu dəqiqə kağıza yazın və başlayın onun üçün istiqamətlər çəkmək, yəni layihələr çəkməyə və başlayın bunu eləməyə. Çox uzun danışmayacağım. Hər gün belə vloqlar çəkəcəm. Könlümdən qopan tərzdə, bəzən günlük nələr elədiyimlə bağlı, bəzən kombin videoları ola bilər, bəzən maraqlı tədbirlərdə iştirak edirəm, ondan videolar ola bilər, bəzən işimlə bağlı videolar ola bilər. Mən digər sosial şəbəkələrimdən də izləyə bilərsiniz. Instagramda Qardələn Gift və Nigar Qardələn. Qardələn Gift mənim butik səhifəmdə. Orada müxtəlif hədiyyələr hazırlayıram. İstəsəz sifariş eləyə bilərsiniz, mənə dəstək ola bilərsiniz. Ondan sonra TikTokda da Nigar Qardələn olaraq məni izləyə bilərsiniz. Hamınızı sevirəm, sağ olun. Abunə olun. Biz böyük ailə ola bilərik.